vaxtınız xeyirli olsun, əziz sağlam olmaq istəyən tamaşaçılarımız. Yeni həftəmizdə hər birinizə sağlam həftə arzusu ilə biz başladıq. Bəli, təbii ki, yeni həftənin yeni gündən söhbət gedir və xüsusilə də bayram əhval-ruhiyyəsində olan bir həftədən söhbət gedir. Bayramdan bayrama gedən bir günlərdən, zaman çərçivəsindən söhbət gedir ki, yəqin ki, bir çox insanlar da evdə oturub bizə baxırlar, yerinizi rahat edin, biz başladıq. Bəzən sağlamlığımızı qorumaq üçün biz heç nə etmirik. Bəzən isə onu bərpa etmək üçün dünyaları verməyə hazırıq. Can sağlığı ən gözəl nemətdir deyənlər. Bu proqram məhz sizin üçündür. Gəlin birlikdə sağlamlığımız haqqında hər şeyi öyrənək. Və çalışaq, sağlam olaq. Həftə içi 5 gün, 11:30-da sağlam olaq. Azərbaycan televiziyasında. Əziz tamaşaçılarımız, sizlər üçün yaratdığımız proqramda bizə kömək göstərən möhtəşəm bir klinikaya dərin minnətdarlığımızı bildiririk. Təbii ki, söhbət Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikasına gedir. Sağlam olaq verilişinin sponsoru Tibb Universitetinin tədris cərrahiyyə klinikasıdır. Bəli, ən gözəl söz insanın həyatında müxtəlif xəstəliklərin başlanğıcını izah edən bir söz nə yesən, osan kəlməsidir. Mənə görə budur. Çünki ətraf mühiti necə qəbul ediriksə, istər onun bütün faktorlarını, istər qida çeşidi, içəcəklər olsun və s. ünsiyyətlər olsun, bütün bunların hamısını necə qəbul ediriksə, o şəkildə də orqanizmama verdiyi bir qıcığa verdiyi reaksiyası var. O da mənfi isə mənfidir, müsbət isə pozitivdir, təbii ki. Və qidalardan bəhs etmişkən bayram həftəsində, əhval-ruhiyyəsində nələrdən əlinizi çəkə bilirsiniz, nələri yeyirsiniz, nələri etmirsiniz, hansı xəstəliklərə düşər ola bilərsiniz, ən son halda nə baş verə bilər? Cərrahın yanında gedə bilərsiniz. Yəni, qorxduğunuz hər halda budur. Deyəcəksiniz ki, bir cərrahın yanında gedəcəm, cərrah əməliyyat keçirəcəm, bəli, mədə-bağırsaq sisteminin, mədə-bağırsaq cərrahiyyəsi xəstəliklərinin cərrahiyyəsindən söhbət gedəcək, cərrahi xəstəliklərindən söhbət gedəcək. Amma qorxmağa ehtiyac yoxdur. Birinci, bunu etməmək sizin əlinizdədir. Ən başda sizin əlinizdədir. İkinci məsələ, bəzi şeylərin fərqinə varmırsınız və bəzən çox ciddi şikayət olan insanlar bundan qaçılmazdır və mütləq cərraha müraciət etməlidir. Yoxsa ağırlaşmalarla üz-üzə qalmış olacaq və həyatını təhlükə altına atmış olacaq. Söhbət cərrahi xəstəliklərdən gedir. Cərrahi xəstəliklər çox qalın bir kitabdır. Onun üçün 1-2-3 kəlmə burada demək yetərli deyil təbii ki, amma mütləq bu bizim məhdud zaman çərçivəsindən faydalanaraq biz çalışıb sizə o məlumatı verəcəyik. Həm də iki mütəxəssislə bir yerdə Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikasına təşrif buyurmuş mütəxəssislər bugün mədə-bağırsaq xəstəlikləri, onun cərrahi xəstəliklərinə daha doğrusu, onun düzgün, modern, müasir, hər zaman biz bunu vurğuluyuruq, o tədris cərrahiyyə klinikasının adı çəkilmişkən müayinəsindən söhbət gedəcək və müalicə taktikasından söhbət gedəcək. Gəlin elə siz də şikayətlərinizi bizimlə paylaşın. Deyin ki, bu kimi şikayətlərim var və mən nə edə bilərəm? Çünki bəlkə də zamanında müraciət elə buradan başlayacaq. Biz də elə buna vəsilə xeyirli vəsilə olmuş oluruq. 497 49 87 telefon nömrəsinin ixtiyarınızdadır. Bu nömrəyə zəng etmək kifayətdir ki, bu söhbətdə siz də aktual iştirak etmiş olasınız. Proqramımızın ikinci hissəsində isə biz dəfələrlə qədərində içilən suyun orqanizmə faydaları haqqında söhbət açmışıq, faydalı sizlərə məsləhətlər vermişik və yaxud da əksinə maye az içildikdə hansı xəstəliklər yarana bilər, bu haqda da söhbət açmışıq və bugün də məhz orqanizmdə susuzlaşma nəticəsində hansı orqan və toxumalar ilk əvvəl zərər görür və bu necə baş verir? Bütün bunların qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır? Ümumiyyətlə, gün ərzində minimum, maksimum belə deyək, nə qədər su içilməlidir. Bu kimi mövzulara toxunacaq proqramın ikinci hissəsi də çox maraqlı olacaq. Qaçırmayın təbii ki, hər iki hissəni. Və həkimlərimizi dəvət etməmişdən əvvəl həmişə olduğu kimi mən studiyamızdakı qonaqlarımıza təşəkkürümü bildirmək istəyirəm. 24 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzi. Təşəkkürlər sizlərə. Bəli. Və sıra gəldi çatdı həkim qonaqlarımıza. Mən dəvət etmək istəyirəm onları və xanım da növbəti həkim dedik ki, 2 həkim var. Biz başlayırıq beləliklə. Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Mübariz Əliyev və həkim gastroenteroloq, endoskopist Habil Hüseynov. Buyurun. Salam. Xoş
hoş gelmişsiniz. Hoş gelmişsiniz. Necəsiniz? Biz teşekkür edirik geldiğiniz için. Biz bugün Mübariz müəllim, çox önəmli, hər zamanki kimi danışdığımız mövzulardan biri sayılır mədə-bağırsaq sisteminin xəstəliklərinə, cərrahi xəstəliklərindən danışacağıq. Bir çox mövzulara toxunacağıq. Onun müasir diaqnostikasından söhbət açacağıq biz, doktor. Və xüsusilə də vurğulamaq istəyirəm ki, bu kifayət qədər geniş bir mövzudur. Mədə-bağırsaq sistemi deyəndə burada metrlərlə məsafədən söhbət gedir əslində bir açsaq bunu. Sadəcə biz burada yarım metrlik bir boğazdan çanaq nahiyəsinə qədər olan bir nahiyəni görmüş oluruq. Başqa bir məlumatımız olmur. O haqda məlumatı siz verəcəksiniz. Öncə gəlin bir giriş edək. Söhbət nədən gedir? Mədə-bağırsaq sistemi xəstəliklərinin ümumi anlamını gəlin birinci dərk edək. Cərrahi xəstəliklərdən söhbət gedir təbii ki. Buyurun. Bəli. Biz keçən dəfə mədə haqqında, qida borusu haqqında geniş informasiya verdik. Ondan qabaqki mövzularımızda qaraciyər və öd yolları haqqında informasiya verdik. Bugün böyük bir orqan, yoğun bağırsaq və nazik bağırsaq cərrahi xəstəliklər haqqında Habil müəllimlə məsləhət elədik. Bu mövzuda danışmaq istədik və nəyə görə biz bugün Habil müəllimlə bir yerdə bura çıxmağa qərar verdik ki, çünki o əvvəlki zamana döndü. Əvvəl kimin qarnı ağrıyırdı, deyirdik gəl, böyük kəsik, böyük cərrah, böyük kəsik aparıb qarın boşuna baxırdıq, harada maneçilik vardı, onu həll edirdik. İndi dövr dəyişib, diaqnostikanın imkanları çoxalıb və biz artıq cərrahi xəstəlikləri əməliyyat eləməmişdən qabaq qarın içini görmüş kimi informasiya alıb getməliyik. Və bu mənada təbii cərrahların işi diaqnostikadan çox asılıdır. Çünki biz artıq əməliyyatdan qabaq sözümüzü 100% deməliyik. Və bu sahədə endoskopistlərin əməyi çoxdur. Və onu da deyim ki, Habil müəllim təsdiq edir ki, müəyyən operasiyalarımızı da artıq endoskopistlər eləyirlər. Məsəl üçün, yoğun bağırsağın polipləridir, yoğun bağırsağın müəyyən törəmələridir, yoğun bağırsağın yad cisimləridir. Yəni, həzm traktında olan şeylər. Habil müəllim o haqda biraz məlumat versin, sonra mən davam edəyəm. Yeri gəlmişkən, polip kəlməsi kifayət qədər aktual bir, yayılmış bir sözdür. Çox insanların da buna məlumatı yoxdur. Sadəcə müayinə zamanı təsadüfən belə şeylər ortaya çıxır ki, mənim öz çevrəmdə də tanıdığım bəzi insanlar var, tibbi savadı olmayan, sadə Azərbaycan vətəndaşları, qeyri-tibbi sahələrdə məşğul olan insanlar var ki, dediyimiz nahiyədə polip aşkarlanıbdır. Yeri gəlmişkən, professor da qeyd etdiyi kimi, gəlin bu məsələlərdən Bəli, müəyyən açıqlamasını qrup sizdə əməliyyatları endoskopistlər bizim əlimizdən alıblar. Və onlar haqqında Habil müəllim və xüsusilə endoskopiya haqqında da məlumat verir. Çünki biz onu dedik, amma tamaşaçılara daha aydın olsun. Buyurun. Endoskopiya ümumiyyətlə kəlmə mənası daxilə baxmaq anlamına gəlir. Daxilə baxmaq təbabətin xəyalı olub. Yəni içəridə baş verən prosesləri görmək bir arzu olub, bir istək olub. Və bu arzu istək son bir əsrə qədər demək olar ki, yəni elə arzu olaraq qalır. Yəni son 1905-ci ildən sonra endoskopiyada müəyyən inkişaflar görsənir ki, bu da 5 sm, 10 sm məsafəyə baxmaqla başlayır və bu inqilab idi. Yəni insanlar artıq içəri baxmağın sevincini yaşamağa başlamışdılar. Amma sonradan sözsüz ki, bu son keçən əsr ərzində texnologiya o qədər inkişaf edir, yeni texnoloji vasitələr çıxır və bu gün endoskopla praktik olaraq biz ağız boşluğundan tam həzm traktının sonuna qədər hər yeri müayinə etmə imkanımız var. Yəni bu gün endoskopiya buna imkan verə bilir, müxtəlif alətlər istifadə olunaraq sözsüz ki. Bunun üçün eyni şəkildə nəfəs yollarının müayinəsi, boğazın müayinəsi, burun boşluğunun müayinəsi, yəni bütün bu müayinələr, yəni müxtəlif alətlər var ki, bunlarla çox rahatlıqla xəstəni incitmədən, xəstəyə hər hansı bir travma vermədən təhlükəsiz bir şəkildə yerinə yetirmək olur. Əvvəllər Mübariz müəllim də deyir, məsələn, 10 il bundan əvvəlki göstərişlərlə bugünkü göstərişlər çox dəyişir. Məsələn, o zamanlarda olan əks göstərişlər var idi ki, hansı ki biz xəstəyə müayinə eləyə bilməzdik, o qorxuluydu, təhlükəliydi. Bugün üçün endoskopiyanın əks göstərişləri artıq kəskin miokard infarktı, kəskin insult və kəskin boğan fəqərlərində çıxıq və ya travma ilə məhdudlaşmış şəkildə qalır. Yəni, geri qalan bütün hallarda demək olar ki, endoskopiyanı etmək mümkündür və mütləqdir. Çünki bugün üçün ən çox aktual mövzulardan biri deyək ki, mədə-bağırsaq qanaxmalardır ki, biz o polip qeyd elədik. Polipi də əksər hallarda digər xəstəliklərin səbəbini araşdırarkən ortaya çıxardırıq. Poliplər normalda seyirli qişədən qabaran hər hansı bir qabarmaya deyilir. Yəni bir çox ümumiləşmiş bir addır. Bunun da öz içərisində müxtəlif vəzli poliplər var, qeyri-vəzli poliplər var, irsi poliplər və s. Bunlar ümumi mənada yəni bir qabarmadan söhbət gedir seyirli qişə üzərindəki. Bu gün bu qabarmaların da istər
burun boşluğu olsun, istər ağız boşluğu olsun, istər yemək borusu olsun. Yəni demək olar ki, bütün həzm traktının hər yerində polipə rast gələ bilirik. Yəni elə bir həzm traktında elə bir seyhli qişanın olduğu elə bir yer yoxdur ki, orada biz polipə rast gəlmirik. Və sözsüz ki, ona rast gəldiyimiz zaman da bugünkü istək, tələb odur ki, yəni ya yerindəcə götürülmək mümkündürsə götürülüb analizə göndərmək tamamilə polipi, ya da polip çox böyükdürsə, cərrahi əməliyyata gedəcəksə, yəni sonunda ona cərrahi müdaxilə edəcəksə, o zaman da ilkin analiz götürülüb cərrahi sərhədləri müəyyən etmək olsun. Bəli, və bu mənada Abil müəllimlə biz ümumiyyətlə mən sizə deyim ki, bugünkü cərrahiyyə kollektiv əməyin məhsuludur. Əvvəlki fərdiçilikdən uzaq getmək lazımdır, çünki fərdiçilik heç bir sahədə, elmin heç bir sahəsində, ümumiyyətlə təkcə elmdə, istehsalın heç bir sahəsində effekt verən deyil. Ona görə kollektiv əmək burada böyük rol oynayır. Məsələn, bir cərrah kimi biz həmişə endoskopistlərin diaqnostikasını əsaslandırırıq. Məsələn, bağırsaq qanaxması olanda, yoğun bağırsaq qanaxması olanda biz qarın boşluğunu açırdıq, mən də 30 ilin cərrahiyəm. Bilmirdik, haradadır bunun qanama mənbəyi, bəyək yoğun bağırsağı göstərmişdi. Onun bir xeyli uzunluqda tapa bilmirsən, onun bayırdan baxanda görsənmir. Lakin endoskopist bunu dəqiqləşdirir, yerini deyir və ondan sonra biz cərrahi əməliyyatın həcmini də, yerini də, kəsimizi də balaca eləyə bilərik. O şişlərin diaqnostikasında histoloji müayinə götürür. Hətta gedir kor bağırsaqdan keçir nazik bağırsağa. Histoloji müayinə götürür, cavabını verir. Bu xərçəngdir, xərçəng deyil. Əgər bu xərçəngsə geniş həcmli əməliyyatlar, əgər xərçəng deyilsə xırda əməliyyatlar, xırda kəsmə, bəlkə laparoskopik əməliyyatlar icra edəcəyik. Bu sahədə təbii ki, diaqnostikanın cərrahiyyədə böyük rolu var. Bəzən ikimiz bir yerdə gedirik. Abil doktorla ikimiz bir yerdə gedirik. Böyük həcmli törəmələri, mən götürüb xırda həcmli törəmələri özü orada endoskopik olaraq həll edir. Bəzən operasyon stolda bir yerdə gedirik, o diaqnostikasını edir, mən də əməliyyatını edirəm. Bu metodlar. Yəni, bugün cərrahiyyə komanda şəklində bir iş deməkdir. Müasir cərrahiyyə, bugün Allah prezidentimiz canı sağ eləsin, o boyda bizim xalq üçün hədiyyə veribdir. Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikası həqiqətən də bütün dünyanın ölkələrindən burada 5-6 beynəlxalq konfrens keçirilib indiyəcə bir il ərzində. Və onlar da gələndə heyran qalırlar bu klinikaya və bu klinikada kamil mütəxəssislər yetişib və onların hamısı yerləşib bir rəy və mənim yanıma bir cavan oğlan gəlmişdi. Qaraciyarın 6-cı segmentində deməli müayinə ediblər. Qaraciyarın 6-cı segmentində və onun söhbətini edik maşından gələndə bir törəmə var, MTS yazır, kompüter tomoqrafiya və ultrasəs müayinəsi yazır, ölkəsinin polipozu, kompüter tomoqrafiya yazır, ölkəsinin daşı. İndi xəstə başqa yerlərdə müayinə olubdur. Gəlib, mən Habil müəllimə müraciət edirəm, deyirəm, Habil, sən mənə o MTS mədə bağırsaq traktına, çox gündən yoğun bağırsaqdan. Habil müəllim indi ona müayinə edəcək, yoğun bağırsaq müayinə olunmalıdır, mədə müayinə olunmalıdır. Yəni bu MTS yəni köküdür. Onun özü tapmaq lazımdır. Onu tapıb mənə demək lazımdır ki, mən nəyi MTS-ə götürüləcək, o xəstə sağalacaq, hər şey yaxşı olacaq. Onların diaqnostik səhv də ola bilərdi. Yəni bu ondan sonra Rasim Bayramova zəng elədim. Yəni sən məni dəqiqləşdir, görüm ölkəsində o biri polip yazır, biri daş yazır, bu nədir? O da MRT olacaq, kontrast müayinə olunacaq və bu diaqnoz dəqiqləşəndən sonra artıq biz elə bir qarın boşluğuna girəndə biz elə bir qaranlıq meşəyə girmirik. Artıq bizə aydın olur hər şey və bəlkə də elə bir xəstəlik oldu ki, biz onu laparoskopik elədik. Yəni kəsi aparmadan elədik. Yəni bu mənada təbii ki, bu endoskopik müayinə metodları cərrahiyyədə çox önəmlidir. Çox önəmlidir. Və hamısı nəyə yönəlir? Xəstənin xeyrinədir hamısı. Yəni xəstə az travma alsın, xəstə çox psixoloji vəziyyətdə olmasın, çox narkozda olmasın, kəsiyi balaca olsun, həyat keyfiyyəti yüksək olsun, əmək səfərsinə tez qayıtsın və bizdən çox razı qalsın. Söhbət bundan gedir. Biz xalqa xidmət edirik, insanlara xidmət edirik, bizim obyektimiz insandır. Bu məsələlərdə bizim təbii bir yerdə əməyimiz böyükdür. Mən bugün bağırsaq xəstəliklərini danışırdım, amma Habil mən deyirəm ki, mən bağırsaq xəstəliklərini bugün ondan danışacağım, amma sən öz sahəndə mədədən, başqa yerlərin diaqnostikasından da informasiya verir ki, qoy cəmaət bilsin ki, biz nə ilə məşğuluq. Yəni sadəcə bir informativ xarakterli bir iş görək. Bayaq biraz məlumat verdiniz. Bağırsaq polipozu haqqındakı digər xəstəliklərin əsasən müayinəsi zamanı aşkar olunur. Klinik simptomları olmadığından çox zaman sonra fəsadlar verə bilir. Gəlin bu polipozu biraz daha sadə dildə tamaşaçılarımıza çatdıraq. Əslində əsas yaranma səbəbləri nələr ola bilər? Necə özünü göstərir?
əsas yaranma səbəbi olaraq, yəni tam olaraq bir səbəb üzərində durulmur. Burada xroniki qıcıqlardan söhbət gedir, irsi genetik azmış materialdan söhbət gedir. Yəni inkişaf prosesində hər hansı bir tam formalaşmamış bir qalıq toxumasının inkişafından söhbət gedir. Burada HPV dediyimiz human papilloma virusun təsirindən söhbət gedir, Epstein-Barr virusundan söhbət gedir ki, bunlar etioloji faktor olaraq görülür. Amma bugün bir mənalı olaraq etiologiyasında polipin falan şey durur deyə bilmirik. Çox faktorlu, çox etiologiyalı bir xəstəlik olaraq qarşımıza çıxır. Və növləri də çox müxtəlifdir. Başda qeyd edirdim, polip yəni ümumi bir kəlmədir. Bunun çox növləri var ki, bu növləri aças olsaq, yəni bir neçə verilişə sığası deyil, amma əsas olan nədir? Polip istənilən halda, yəni sehli qişə olan, yəni sehli qişə daxili orqanlarımızın içərisini örtən qişədir. Sehli qişənin, yəni üstümüzü dəri örtdüyü kimi içərisində sehli qişə örtür. Bu sehli qişədən qabaran hər hansı bir törəmənin adını polip qoyduq. İlkin olaraq diaqnostikada bizim üçün əsas olan nədir? Bu polip endoskopik olaraq götürülməlidir, yoxsa götürülməli deyil? Götürülməli deyilsə biyopsiya olunmalıdırmı? Yəni biyopsiya dediyimizdə oradan kiçik parçalar götürüb yenə laboratoriyaya göndərib onun xarakterini müəyyən etməkdir ki, bunun xarakteri xoş xassəlidir, yoxsa bəd xassəlidir. Sözsüz ki, xoş xassəli isə yenə də endoskopik yolla götürülməsi baxaraq dəqiqləşdiririk. Əgər xəstə üçün hər hansı bir təhlükə törətmirsə, onu da endoskopik olaraq alırıq. Yəni dolayısıyla xəstə polip şikayətindən, qorxu ilə, narahatçılıqla gəlir, amma 15 dəqiqə sonra evinə gedir və bizə yəni onunla ən çox verilən suallar əməliyyatdan sonra. Siz bilirsiniz, normalda xəstə əməliyyatxanaya gedər, əməliyyat olunar, çıxarıb palataya girər. Onun çox sualı var, hansı dərmanlar qəbul edəcək, neçə gün yatacaq, amma bizim elədiyimiz əməliyyatlardan sonra ən çox aldığımız sual budur. Xəstə nə zaman tam şəkildə yeməyə başlayacaq? Yəni xəstəni necə gəldiysə, o şəkildə 15 dəqiqə sonra getdiyini görürlər xəstənin. Yəni insanlar bunun bir əməliyyat keçirdiyini zənn eləmir. O qədər yəni artıq rahatlaşıb məsələ və ilk veriləcəkləri sual bu olur. Yəni hansı dərman içsin, nə qədər yatsın deyil. Nə yesin və nə vaxtdan tam olaraq yesin. Yəni bu əməliyyatın yüngüllüyünü göstərən məsələdir sözsüz ki. Bəli. Bizdə buyurun var. Yox, sən tamam bu sözü. Bundan sonraki məsələdə, məsələn biz polipə baxırıq, poliplər malignizasiya ehtimalı olan, yəni bəd xassəliyə çevrilə bilən törəmələrdə eyni zamanda. Yəni biyopsiya götürməkdəki məqsədimiz də, cərrahi sərhədlərin müəyyən olunmasındakı məqsədimiz də budur. Əgər poliplərdə malignizasiya şübhəsi böyükdürsə, bu onun ölçüsündən asılı olaraq dəyişir. 1 sm-ə qədər olan polipləri biz daha az malignizasiya şansı olan, 1-3 sm arası olan polipləri orta malignizasiya şansı olan və 3 sm-dən yuxarı polipləri yüksək malignizasiya riski olan poliplər olaraq dəyərləndirilir və bunları mütləq şəkildə böyük ölçüdə poliplər görürüksə, bunlardan çox saylı biyopsiya alıb, sözsüz ki, sonra da cərrahi konsultasiya istəyirik. Yeri gəlmişkən bizim tamaşaçı suallarımız var. Bir arada təbii ki, icazənizlə o sualları da biz burada səsləndirək. Etibar bəy, sizin sualınız səslənir. Qızında yeməkdən sonra gəyrmə problemləri var imiş və həkimdə müayinədə olubdur. Mədənin sallanması diaqnozu qoyulubdur. Belə bir diaqnoz varmı? Varsa nə deməkdir və nə etməsi lazımdır? Bilirsiniz, bu gəyrmə və mədənin sallanması diaqnozu, bunlar tam diaqnozun qoyulması deyil. Mədənin sallanması rentgenoloji olaraq təyin olunur adətən, onun dərəcələri var və endoskopik olaraq o mütləq burada mədənin 2 diaqnostikası var. Mütləq, mən həmişə demişəm, gastroskopiya olunmalıdır, mütləq və mütləq rentgen müayinə olunmalıdır. Yəni biz endoskopik müayinədə biz mədənin için görürük. Bəli, yaxşı mütəxəssis bilir ki, mədənin için görür, deyir o sallanıbdır da, onu da deyir. O kamil mütəxəssis kimi, Habil müəllim kimi mütəxəssislər onu deyir. Və biz orada diafraqma yırtıqları haqqında müəyyən informasiya əldə etməliyik. Reflux var yoxsa yoxdur? Mədənin möhtəviyyatı baxan zaman nə idi? Silik idi, ödü idi, mağsaq möhtəviyyatı idi. Girişindən, çıxışından informasiya verir. Və rentgenoloji müayinə onun silüetini verir. Harada yerləşib, nə boydadır, necə boşalır, evakuasiyası, qəbul olunmuş kontrast maddə necə qoşulur? Bunların əsasında diaqnoz qoyulur. Mədə sallanmasında gəyrmə ola bilər. Təbii. Çünki mədə sallanır, çıxacaq hissəsi funksiyası pozulub, mədə atonik vəziyyətdədir, ötürə bilmir. Qida qalır mədədə, qıcqırır, qaz əmələ getirir və o gəyirir və gəyirmə zamanı ağzından pisik gəlir. Amma refluksda da, qida borusunun yırtığında da gəyirmələr çox olur. Və bu sahədə diaqnostika lazımdır. Mədə sallanmasının müalicəsi konservativdir. Gəyirmələrin əgər qida borusu yırtığı ilə, diafraqma yırtığı ilə əlaqələrdirsə, reflux xəstəliyinin əlaqəsi operativdir.
Amma onu da dərəcələrini təyin edir. Kim verir bu informasiyanı mənə? İnformasiyanı verir endoskopistlər. Endoskopistlər mənə bu informasiyanı verir. Ondan sonra oturup birdən görsən ikimiz bir yerdə ya telefonla da olsa söhbət edirik ki, bu dərman müalicəsi ilə olmalıdır, bu fizioterapevtik müalicə ilə olmalıdır, bu pəhriz olmalıdır, yoxsa operativ müalicə. Operativ müalicəni mən edəcəm. Amma bu informasiyanın hamısı Abil müəllim mənə verəcək. Yəni bu vaxtda bəlkə bir-iki kəlmə də siz deyəsiniz. Ümumiyyətlə, gəyrmə də çox komponentlidir. Yəni, bir tek mədə-bağırsaq problemi deyil gəyrmə. Eyni zamanda bir insanın psixoloji problemi də varsa, nevrozu varsa, bu da gəyrməyə səbəb olur. Bizim aerofagiya dediyimiz bir anlayış var. Bu nədir? İnsanın çoxlu hava udması. Bu psixoloji problemdir. İnsanın sinir sistemi normal işləmirsə, bu insan durmadan udğunaraq hava ala bilir və ya qidalanma rejimi düzgün deyil, düzgün çeynəyə bilmir, düzgün porsiyalarla qəbul edə bilmir. Sözsüz ki, yeməklə bərabər bu da yenə çoxlu miqdarda hava qəbul eləmiş olur. Və bir müddət sonra da bunu sözsüz ki, rahatlamaq üçün çıxartmaq məcburiyyətində qalır. Hər zaman biz mədə-bağırsaq patologiyasına rast gəlmirik, amma bizim üçün aktual olan bugün cərrahi xəstəliklərdən danışdığımız əlbəttə ki, diafraqmanın yemək borusu dəliyinin yırtıqlarıdır, kardial yetərsizlikdir, yəni yemək borusunun aşağı sfinkterinin boş qalması. Bunda yenə çox faktorlu etiologiyası var ki, onlardan da sonra vaxt olsa danışarıq. Ondan sonra mədə uzanması, mədənin sallanması, bunlar da yenə də diaqnostikası kifayət qədər ciddi və məsuliyyətli iş tələb edir. Niyə? Çünki bizim yanımıza xəstə gəlir şikayətlə, gəyrməsi var, ağrısı var, ağzında qoxusu var və s. Biz xəstəyə ilk növbədə iki şeydən birini ayırt eləməliyik. Bunda mədə xəstəliyi var, yoxsa yoxdur. Mədə xəstəliyi varsa, sonraki araşdırmasına gedəcək. Bu bizim konservativ olaraq müalicə olunacaq, yoxsa biz cərrahi müraciət edəcəyik. Biz bunu alqoritm olaraq tətbiq edirik. Yox, əgər biz burada orqanik olaraq heç bir mədə-bağırsaq patologiyasına rast gəlmiriksə, əgər monitorizasiya edirik, pH monitorizasiyası olunur, reflüksu varmı, yoxmu? Çünki reflüks hər zaman yırtıqla və ya kardial yetərsizliklə bir yerdə deyil. Funksional pozğunluqları varmı, yoxmu? Yemək borusunun aşağı sfinkterinin tonusu ölçülür ki, bunların əgər o tonus görsənirlə iş fəaliyyətində necədir? Yəni, hər şey sağlamdır, amma işləyə bilir, işləyə bilmir. Bunları müəyyən edirik. Əgər orqanik bir şeyə rast gəliriksə, yəni bizim bir patologiya varsa, biz yenə mübariz müəllimlə və ya digər cərrah yoldaşlarımızla bunları qarşılıqlı şəkildə müzakirə edərək müalicəsinə qərar veririk. Əks təqdirdə onu öz profili üzrə, yəni əziyyət çəkib müxtəlif gərəksiz müalicələr almasın deyə ya psixoloqa, ya nevropatoloqa yönləndiririk uyğun olaraq. Müalicə alandan sonra da xəstənin o illərlə torba-torba qəbul elədiyi, dərmanlara xərclədiyi pullara, heyflərə gəlməyə başlayır. Çünki xəstə 3 gündən sonra rahatlığını tapmış olur. Burada digər orqanların xəstəliklərinin də böyük əhəmiyyəti var. Məsələn, öd daşı xəstəliyi, öd yollarında patologiya, mədə-altı vəzinin xəstəlikləri. Bunlar da mədəni qıcıqlandıran orqanlardır. Bunlar da bu halları verə bilər. Yəni, burada təkcə endoskopiya, təkcə cərrahi müayinələrdən yox, ultrasəs müayinəsi, kompüter tomoqrafiya, məsələn, digər xəstəlik, öd daşı xəstəliyi də verə bilər bu hal. Ötkə sinir iltihabı da verə bilər bu hal. Mədə-altı vəzinin xəstəlikləri, diafraqmanın özünün xəstəlikləri verə bilər, diafraqmanın sinirinin nevriti də verə bilər. Yəni, bunlar çox kompleks bir yanaşma tərzidir. Yəni, burada mən bir dənə baxdım, bir dənə baxış, bir dənə palpasiya, bir dənə perkusiya, auskultasiya, laborator, ultrasəs müayinəsi, endoskopik müayinə, kompüter tomoqrafiya, növ maqnit rezonans müayinəsi, rentgenoloji müayinə. Bunlar hamısı və kollegial bir xəstə ətrafında kollegial fikir yarananda biz səhv eləmirik. Kollegial fikir yaranır. Mən bir dənə həmişə bir söz deyirəm, istənilən operasiyanı istənilən yerdə, istənilən səviyyədə eləməyə hazırıq. Sadəcə o əməliyyatı da, cərrahi əməliyyatı. Sadəcə o əməliyyat eləməkdə problemimiz yoxdur. Amma diaqnostika düz olmalıdır ki, biz onu düz əməliyyat eləyək. Ya da həcmini düzgün. Bir də təyin eləyək ki, ümumiyyətlə ona əməliyyat lazımdır. Bax, o məsələlər bir atabil mən də vurğuladı. Ümumiyyətlə ona bəlkə heç əməliyyat lazım deyil. Bəlkə onu biz dərman müalicəsi ilə, müəyyən pərvizlərlə yolacaq. Əməliyyat deyil, burada bir psixoloji momentlər var, xəstə əməliyyata gəlir, stres faktorları var, burada bir sıra digər momentlər var. Amma bu mənada diaqnostikanın yüksək təşkil olunması, o alqoritmlərin, Habil müəllim deyir, alqoritmlərin əsasında bütün bunun hazırlanması təbii ki, istir yoğun bağırsaq problemlərinin, istir qida borusu, mədə, nazik bağırsaq problemi, öd yolları problemi haqqında geniş informasiya verir. Kifayət qədər bu polipoz haqqında qəşəng şəkillər verirlər. Bax, bu polipləri
Və bunu əməliyyat eləmək lazımdır. Ulan Habil müəllim götürəcək. Yoxsa ayaqçıq Amma üzərində. professor, bir məsələ var ki, Habil doktor qeyd etdi ki, bu hələ biz polip var demək, o demək deyil ki, hansısa diaqnoz qoyuldu. Bəli, bəli. Ondan sonra təbii ki, yəqin ki, biopsiya aparılacaq və nəticə Mütləq etibarilə müəyyənləşdiriləcək və o da endoskopiyanın imkanlarına daxildir. Amma geniş əsas olanda və qanayan malignizasiyaya keçmiş proses olanda, hə, onda mən çağıracaq ki, mübariz müəllim, burada bax, belə ucud artıq cərrah əməliyyatdır. Amma burada görürsünüz, ayaqçıq üzərində olan poliplər, onlar endoskopik olaraq çox asan həll olunur. Yəni bizim işimizi yüngülləşdiriblər bunlar. Bu şəkildə artıq həmən o polip xərçəngə çevrilib. Xərçəngə çevrilib, artıq burada endoskopiya nə edə bilər? Endoskopiya sən diaqnoz qablar ki, malignizasiya var. Bu xərçəngə çevrilib, bir dənə dişə də götürdü və ya qanaxması var müvəqqəti, amma o cərrah əməliyyata keçməlidir artıq. Yəni bu sahədə bu diferensial yanaşma tərzi deyirlər buna. Bu diferensial yanaşma tərzində bunlar rəayət olunmalıdır. Bu yoğun bağırsaqda gedən iltihabi proseslər nəticəsində əmələ gələn prosesdir. Burada görsən limfatik düyünlər də böyüyüb, xərçəngə çevrilib artıq orada proses artıq bu limfatitski yazılır o limfa düyünü böyük birlikdə onu endoskopist görmür, onu kompüter tomoqrafiya ilə təyin edirik. Amma yox, endoskopist burada nə verir bizə? O bizə deyir ki, artıq xərçəngdir. İndi o onu informasiyanı verdi. Xərçəng informasiyasını verəndən sonra kompüter tomoqrafiya edirsən. Amma kompüter tomoqrafiya da neysə, xərçəng nə dərəcədə yayılıbdır. Və burada əməliyyatın həcmini seçirsən. Hansı həcmdə mən əməliyyat edəcəm? Bu çox belə diferensial yanaşma tərzi ilə bu təbii yaxşı nəticələrin əldə olunmasına imkan verir. Yəni xəstə uzun müddət yaşayır. Məsələn, bu yaxınlarda çoxlu xəstə gəldi Habil müəllim mart ayında. Deməli, xarici ölkələrdə əməliyyat ediblər. Mədənin xərçəngi götürüblər bunu distal rezeksiya ediblər. Bir ay keçməyib, o qalan hissədən xərçəng. 2-3 nəfər xəstələr gəldi bizə. Nazik bağırsaqda lüzumsuz olaraq götürüb bağırsağı qarın ön divarına çıxardılar ki, get bir də gələrsən, bir də əməliyyat edək. Bilsən, xarici ölkələrdə bizim xəstələrə qarşı biraz biznes marağından yanaşırlar. Onu qeyd eləmək lazımdır. Sonra gəlir, biz onlara əməliyyat edirik, hamısını düzəldirik. Sonra belə bir stereotip var. İnsanlar nəsə xarici getməyə meyillidir. Həm gəzməyə gedirlər, yoxsa bu stereotip nəsə var onlarda. Amma bizim cərrahi klinikasında bizim icra elədiyimiz əməliyyatlar xarici ölkələrdə icra olunan əməliyyatlardan əksik deyil. Ki, artıqdır ki, əksik deyil. Çünki samballı insanlar bir kollektivdəyir. Türkiyədən, Almaniyadan, Rusiyadan, Azərbaycanın özündən yetişmiş cərrahlar hamısı bir kollektiv şəklində birləşiblər və bu kollektiv əmək təbii ki, insanların sağlamlığına kömək edir. Biz daha yaxşı nəticələr əldə etməyə başlamışıq. Ona görə də o beynəlxalq konqreslər son zamanlar, bax, ayın 15-i, 14-ü Beynəlxalq Onkologiya Mərkəzində Azərbaycan Tibb Universitetinin təbii iştirakı ilə Onkologiya Mərkəzində beynəlxalq konqres keçiriləcək. Bu sahədə dünyanın bütün alimlər oraya yığışır. Bunlar elə belə deyil. Yəni bu kadrlar ətrafında, bu tibb müəssisələri ətrafında, bu cür Habil müəllim kimi gənc mütəxəssislər ətrafında, mənim kimi azdan çoxdan təcrübəsi olan mütəxəssislər ətrafında insanlar yığışmaq istəyirlər. Yəni belə dur gəl Bakını gör demək deyil. Yəni gəl onlar bizim tibbimizin inkişafını görüb gəlirlər. Yoxsa elə belə təyin olunmur bunlar. Bizim digər bağırsaq xəstəlikləri ilə bağlı sizcə suallar daxil olmaqdadır. Mən birini səsləndirim. Tofiq bəy 58 yaşında 2-ci, 3-cü stadiyalı babasel xəstəliyindən 2 dəfə əməliyyat olmuşdu. Amma yenidən əmələ gəlib, nə səbəbdən yaranır bu dəfələrlə residivlər verməyin səbəbi nədir? Bu xəstə ki, residivlə gəlib, mütləq mən göndərirəm diaqnostikaya. Diaqnostikaya göndərirəm ki, bu babasının anus ətrafında olan bir prosesdir və ciddi ağrı verir. Çünki anus ətrafında çox ciddi reseptorlar var. Amma onun yoğun bağırsağı burada bir metodika kimi yoxlanılmalıdır. Bunlar hamısını çaşdıran nədir? Bu televizorda reklamları gedir, animasiya kimi göstərirlər. Bir dənə aparat gəldi, bir dənə babasının düyünə, bir dənə dəydi, bir dənə fələdi, o da uçdu getdi. Və ağrısız, qansız xəstə də çıxdı getdi evinə, sevinə. Bu reklamlar cəmaatı çaşdırır. Yəni, proktologiyada bu momentlər var. Bu momentləri bütün hər babasıla eləmək olmaz. O təzə başlayan ki, birinci dərəcəli babasıl var ki, hansı ki, müəyyən qaşınma verir ancaq. Qanaxması var, boğulması var, trombozu var. Onda gəlib bunu profilaktik olaraq onlarla eləyə bilirik, biz də eləyirik. Amma artıq babasıl görsən, yəni düzgün diaqnostika qoyulmuyor.
düzgün əməliyyat seçilir, babasının müayinəsində bəlkə 10 dənə üsul var. Hamısı gəlir deyir lazer üsul. Sən lazer üsul deyəndə sən nə başa düşürsən? Düz də bilmirəm lazer üsul. Yəni demək istəyir müasir üsul. Yəni burada imkan verilməlidir ki, cərrah taktikanı seçsin. Yəni bir babasının üstündə bir 20-30 əməliyyat üsulu var. Bunun biri lazerlə yandırmaqdır, biri elektrokoagulyatorla yandırmaqdır, biri kəsib tikməkdir, biri boynuna ligatura atmaqdır, o birisi sirlik işlərini qaldırmaqdır. Bunu cərrah, profesional cərrah bunu seçib deməlidir. 2 dəfə əməliyyat olunub, düzgün əməliyyat olunmayıb. 3-cü dəfə artıq profesionalın yanına getməlidir. Daha oradan eşitdim, qonşu mənə dedi, oradan küçədən gələndə avtobusda eşitdim, ya televizora baxdım, orada bir mutik gördüm, orada belə qəşəng mənim xoşuma gəldi o şəkillər. O birisi sadəlöv insanların. Dediyiniz kimi professor, bunlar hamısı psixoloji manipulyasiyadan başqa bir şey deyil. Həqiqəti gəlin bizdən eşitə. Biz təbii ki, bağırsaqdakı digər cərrah xəstəliklərdən söz açacağıq burada. Ətraflı məlumatı bizdən almış olacaqsınız. Təbii ki, sizin suallarınız da cavablandırılacaq, amma çox qısa bir aradan sonra. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılmış Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2013-cü ilin sonlarından fəaliyyətə başlayıb. Ümumi ərazisi 45.000 kvadrat metr olan 13 mərtəbəli klinikada 18 kafedra, 24 şöbə fəaliyyət göstərir. Klinika dünyanın məşhur tibbi şirkətləri tərəfindən istehsal olunan ən son model tibbi avadanlıq, cihaz və ləvazimatlarla təchiz edilib. Bu möhtəşəm kompleksdə 18 əməliyyatxana, 500 çarpayılıq müxtəlif profilli stasionar şöbələr fəaliyyət göstərir. Eyni zamanda bütün növ ənənəvi, endoskopik, laparoskopik, mikroskopik və az invaziv əməliyyatlar uğurla icra olunur. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bütün müayinə və müalicələr mütəxəssislərin keçirdiyi məşvərət konsiliumları vasitəsilə təyin olunur. Tibbin bütün sahələri üzrə keyfiyyətli və güvənli xidmət məhz burada göstərilir. Biz sağlam sabahlar naminə çalışırıq. Və əziz tamaşaçılarımız, proqramımıza davam edirik. Təbii ki, ənənəvi olaraq həmişə bizim proqramımızda bizə çox böyük dəstək olan möhtəşəm bir klinikaya dərin təşəkkürümüzü bildiririk. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına 13 mərtəbəli, 18 kafedra, 18 əməliyyatxanadan, 24 şöbədən ibarət olan bu klinika dünyada olan son model tibbi avadanlıqlarla təchiz olunmuşdur və ən əsası isə elm və təcrübənin bir arada olduğu bu klinikada ölkəmizin ən öndə gedən mütəxəssisləri və peşəkar kadrları fəaliyyət göstərir ki, siz bütün bu faktorları nəzərə alaraq sağlamlığınızı tam güvənlə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına etibar edə bilərsiniz. Bəli, məhz elə o peşəkar kadrlardan ikisi sizlərin tanıdığınız insanlardan söhbət gedir. Sizin studiyamızın qonağıdır və söhbətimizi bağırsaqlarda cərrahi xəstəliklər, onlara müasir yanaşma, onların müalicəsi və təbii ki, bütün bu şikayətlərinizi bizə göndərin, səsləndirək burada və mütəxəssislər də burada cavablandırsın, fikirlərini bildirsinlər. Təbii ki, biz bağırsağın divertikulozundan da biraz danışaq. Kifayət qədər yayılmış problemlər var, çoxdur və onları biz sadalamanı qutara bilmirik. Bu məhdud çərçivəyə də onu sığışdırmaq qeyri-mümkündür. Sadəcə insanların anlayacağı tərzdə çalışaq ki, bunları əhatə edək və görək nələri öyrənəcəyik. Buyurun. Öncə diaqnostikadır, sonra müalicə. Divertikulozu təyin eləyir endoskopist və onun yerini təyin edir, sonra müalicə. Ona görə də öncə imkan verək, Abel mənim baxıb danışsın, sonra müalicəsindən danışsın. Divertikuloz yenə də poliplər şəklində, onlar da digər xəstəliklər və ya digər şikayətlərlə müayinə əsasında əsasən aşkar edirik. Məsələ nədədir? Xəstə qan axma ilə, qarında kəskin ağrılarla, bəzən bağırsaq keçməməzliyi şikayətlərinə müraciət edir. Və sözsüz ki, ilkin olaraq biz bunun diaqnostikasını aparırıq. Niyə? Xəstədə bu şikayətlərin səbəbi nədir? Və qarşımıza bağırsaq divarında cip şəklində qabarmalar çıxır. Bəzən çox, bəzən az, amma baxırıq ki, bağırsaq divarı hər halda şəkillərimizin içərisində var. Çoxlu şəkildə qabarmalar görürük bağırsaq divarında. Bunlar bağırsağın nazilmiş hissələridir. Xüsusilə də bağırsaq divarına qidalandırıcı damarların keçdiyi zəif nöqtələr var. Bu nöqtələrdən o bağırsağın nazilmiş hissəsinin qabarmasıdır cip şəklində. Bunlar da ölçülərinə görə müxtəlif olurlar. Yəni 1 millimetrdən tutmuş bir neçə santimetrə qədər böyüklüyündə olan divertikullara rast gəlirik. Divertikullar, yəni indi bağırsaq divertikulundan başladıq, amma divertikulda yenə, yəni ağız boşluğundan başlamış
ta həzm traktının sonuna qədər hər bir yerdə rast gəlinə bilir. Yəni ağız boşluğunda, yəni udlaqda rast gəlinir, senker divertikul dediyimiz, yemək borusunda var, bir neçə hissəsində yenə müxtəlif adlarla qeyd olunur. Mədənin özündə var, onkiparaq bağırsaqda var, xüsusilə fater məməcik ətrafında. Nazik bağırsaqda rast gəlinə bilir və ən çox rast gəldiyimiz yer yoğun bağırsaq. Yəni ən aktual olan da yoğun bağırsaq olur. Divertikul nə ilə aktualdır? Yəni qanaxma riski yüksəkdir. Perforasiya dediyimiz deşilmə riski çox yüksəkdir. Erinləyə bilir, divertikulit dediyimiz iltihaplanmış bir proseslə rastlaşa bilirik. Və divertikulit və ya divertikul fonunda əmələ gəlmiş deformasiyalar fonunda bağırsaq keçməməzliyi. Bunlar kifayət qədər ciddi şikayətlərlə, ciddi patologiyalarda, bəzən çox təcili cərrahi əməliyyat gərəkdirən patologiyalardır. Buna görə də vaxtında erkən diaqnostika və cərrahi müdaxilə burada qaçınılmaz belə deyək də bir yoldur. Bəli, bu xəstəliklər həqiqətən çoxdur, heç də az deyil. Xüsusilə yaşlı insanlar arasında, amma birdən-birə bu yaşlı insanlarda olmur. Təbii ki, cavan vaxtlardan başlayır yavaş-yavaş yaranmağa. Sadəcə özünü təzahür edir yaşlı insanlarda. Və biz nəyə görə gözləməliyik ki, bilməm deyən kimi bu deşilsin, nəcis peytanti versin. Burada əməliyyat edəndə bağırsaq biz 2 etaplı əməliyyat eləməliyik. Bağırsağı ilk olaraq qarnın divarına çıxardıb, sonra bir də rekonstruktiv əməliyyat edib içəri içdirməliyik öz təbii yoluna. Və yaxud qanaxma fonunda biz niyə onu şok vəziyyətində qanaxma fonunda əməliyyat eləməliyik? Niyə biz onu bağırsaq keçirməzliyi fonunda əməliyyat eləməliyik? Yəni erkən diaqnostika. Xəstə gəldi, diaqnozu qoyuldu, yeri dəqiqləşdirildi. Mənə endoskopist məlumat verdi ki, əsasən bu isə bənzər bağırsaqlar ətrafında enən çənbər bağırsaqda olur, kol bağırsaq olur. Amma ən çox isə bənzər bağırsaq tərəfdə lokalizasyon. Və o yer dəqiqləşdiriləndən sonra mən onu əməliyyat elədim. Mənim yadımdadır, bizdə bir xəstə var idi, yoğun bağırsaqda düzdür, xərçəng qanıyırdı. Və xərçəngin özü böyük bir şey, və 2-3 sm ölçündə, amma qanıyırdı. Və mənə dəqiq informasiya verildi ki, burada xərçəng var, bağırsağın bu hissəsində xərçəng var, o qanıyır. İnandığım isə mən qarnım boşluğa açanda yoğun bağırsaqları elə belə baxdım ki, mən o xərçəngi əllə təyin edə bilərəm, təyin edə bilmədim. Çünki bir o qədər bərkimə getməmişəm, bağırsağın arxa divarındadır. Amma endoskopik o dəqiqliklə mənə informasiyanı vermişdi ki, həmən yer açdım, gördüm orada xərçəng 2-3 sm diametrdə və qanıyır. Belə fontanla atır. Və onu mənə kim informasiyanı verdi? Endoskopist. Bir yaxınlarda bir xəstəm var, mən onu xərçəngə görə əməliyyat eləmişdim. Bağırsaq keçirməzliyi fonunda. Onu kolostoma qoymuşdum, yoğun bağırsağın öndü var. Demişdim, gələrsən, mən sənə gələrsən bərpa eləyərəm. Gəlib yoxladıq, gördük xərçəngin izi sorağı yoxdur. Habil müəllimə göndərdim. Habil müəllimdən sual dedim ki, bir dənə bax, gör, orada bağırsaq güdülü mənə imkan verirmi ki, mən orada onu yendirim, ora tikə bilim. Habil müəllim mənə informasiya verdi ki, güdül təmizdir, şiş əlamətləri yoxdur və siz onu ora tikə bilərsiniz. Sözünə deməmişim, özümə fikirləşdim, görsəm mənim imkanlarımı da qiymətləndirir, bu onu ora tikə bilər, yoxsa yox, onu da bilir. Yəni bu, bilirsiniz, bir yerdə ki, insanlar bir yerdə işləyir, artıq bir-birinin qabiliyyətinə də bələddir. Mən bilirəm o nə eləyə bilir, o bilir mən nə eləyə bilərəm. Ona görə də birdən mənə bir kağız gətirirlər, görürsən bir vərəqdə bir söz yazılıb. Adım, baxıram, adın familiyasını bilmirəm, kimdir, nəçidir, savadsız da yazıbdır. Ya bəlkə də biraz indi oxuduğu ölkənin dilində də bir-iki dənə əlavə sözlər yazıbdır, mən onu dərk eləmirəm. Deyirəm, bilirsən, mən bu kağızla, peçat yox, möhür yox, bu kağızla mən insan taleyi həll eləyə bilmərəm. Gəl, mən sənə göndərəm kamil mütəxəssisə və onunla bir yerdə də, hətta birdən görsən zəng gəlir ki, gələm, düşün bir yerdə baxaq. Baxırıq və bir yerdə həll eləyirik. Onda xəstə odur, biz də oduruq. Çünki bizim də artıq üzümüz ağ olur xəstələrin qarşısında. Bu məsələdə o divertikulitlər də, böyrəba, kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, bu xəstəliklərin patogenezində də ümumilik vardır, müalicəsində də ümumilik var, kliniki gedişində də ümumilik var. Amma burada mütləq diaqnostika lazımdır bizə. Bu diaqnostika olmadan biz onu seçim eləyə bilmərik. Biz onu konservativ dərman müalicəsi eləyək, ya pəhrizini gözləsin, ya cərrahi müdaxilə eləyək və cərrahi müdaxilə hansı həcmlərdə olunmalıdır? Mütləq burada endoskopiya bizə çox böyük kömək edir. Habil müəllim vaxtda bu kron xəstəliyi haqqında verilib. Habil müəllim həmən oralara gəlir ki, kamil mütəxəssis nədir? Gəlir, balqın qapaqlarından girir, nazik bağırsaq ilgəklərini də görür, kron xəstəliyinin diaqnostikasını sənə verir. Bu olur iş, yəni bu
kollektiv iş. Nədir Kron xəstəliyi yeri gəlmişdən? Kron xəstəliyi əsasən nazik bağırsağımız terminal ileum dediyimiz ileumun son qisminin zədələnməsi ilə gedən autoimmun bir xəstəlikdir. Bağırsaq divarının, yəni orqanizmanın ön immun sisteminin xətası nəticəsində öz hüceyrələrindən qarşı, yəni öz əsgərin öz xalqına qarşı mübarizəsi kimi bir şey demək olar buna. Yəni öz hüceyrələrimiz, bizi qoruyası hüceyrələrimiz bizim öz toxumalarımızı məhv etməyə başlayır. Və onun yerində sözsüz ki, məhv olmuş toxuma yerində çapıq toxumaları inkişaf etməyə başlayır və dolayısıyla həmin hissədə, yəni o terminal ileum dediyimiz ileumun son hissəsində qalınlaşma və daralma başlayır. Bu eyni şəkildə həm fistulaların əmələ gəlməsindən, həm qarın boşluğuna irinin abseslərin açılması ilə, bağırsaq keçməməzliyi ilə, qan axma ilə və ən əsası ishalla gedən bir prosesdir. Çünki bu xəstəliyin diaqnostikası xüsusilə gənc qadınlarda ishalla gedən, qan azlığıyla gedən bir proses varsa ilk ağlımıza gələn budur. Yəni burada Kron elmi olma ehtimalı yüksək. Yəni bağırsaq tamamilə bulvara döşənmiş daş mənzərəsi dediyimiz bir şeydir burada. Yəni sanki daş döşənmiş bir yerə baxırıq. Tamamilə çapıqlaşmış və qranulyasiya olmuş toxumalarla örtülü bir bağırsaq görürük. Burada da ilkin olaraq hal-hazırda konservativ müalicə imkanları müəyyən qədər əl verir ki, bu xəstəliyin vaxtında aşkar olunursa qarşısı alınsın. Amma bunu qeyd edeyim, bəzən bir ömür boyu xəstə dərman qəbul etmək məcburiyyətində qalır. Amma bəzi hallarda isə daralma və ya keçməməzlik varsa, şiddətli qanaxma, fistula və s. kimi cərrahi ağırlaşmalar varsa, burada cərrahi müdaxiləsiz ötüşmək mümkün deyil. Çünki əks təqdirdə xəstə daha ağır fəsadlarla, məsələn, amiloidoz dediyimiz daha betər, yəni bütün orqanın, xüsusilə börəyin zədələnməsi ilə gedən prosesə qədər aparıb çıxara bilir ki, artıq nə konservativ, nə cərrahi heç bir müdaxilədən söhbət gedə bilmir. Ona görə də vaxtında aşkarlama, yəni gəncsə, qadın xaylağı isə, ishal, gündə 4 dəfədən artıq ishalı varsa, bunu mütləq Krona görə inkar olunması şərtdir. Biz iki şəkil görürük, fərq nədədir burada? Söhbət bir xoral kolitdən bir Krondan gedir. Xoral kolit dediyimiz xəstəlik də Krona oxşar bir xəstəlikdir. Burada da yenə autoimmun prosesdir, amma zədələnməsi daha geniş ərazisini tutur, amma daha az zədələyir. Səthi zədələnmə ilə böyük ərazini Anısacan Kron xəstəliyi ola bilər. Amma qeyri-spesifik xoral kolit adətən yoğun bağırsaqdır. Anal kanaldan başlayır, tam tərsi yuxarıya doğru. Yəni rast gəlmə yerləri fərqlidir. Biri dediyi nazik bağırsağın son hissəsində, biri isə yoğun bağırsağın son hissəsində olur. Sözsüz ki, bunları bir-birindən ayırt etmək o qədər asan bir məsələ deyil. Niyə? Çünki klassik gedişində 3-5 əlamət var ki, bunları saymaqla demək olar ki, hər nə var ki, bunları biz diferensiyasiya edə bilərik. Amma iltihab bağırsaq xəstəlikləri dediyimiz bu xəstəliklər ki, sayırıq, Kronda qeyri-spesifik xoral kolit, bunlar iltihab bağırsaq xəstəliklərdir və bunların diferensiyasiyası çox çətindir. Yəni, hər saat saydığımız şəkildə klassik yerləşməsi yoxdur, klassik gedişatı yoxdur. Ona görə də burada gördük patologiyalı biopsiya alacağıq, cərrahi konsultasiya alacağıq, digər xəstəliklərlə, hətta vərəmlə belə diferensiyasiya etmək lazımdır ki, biz bilək ki, burada gedən proses spesifik bir prosesdir, yoxsa qeyri-spesifik bir prosesdir. Ağırlaşmaları, malignizasiya, yəni xərçəng keçirmə, qan axma, deşilmə, bağırsaq keçinməzliyi, ümumi allergik fon yaradır. Xəstələr çox zəifləyirlər. Fistulalar, uzun müddət o ishal olmağı, elektrolit mübadiləsi, su-duz mübadiləsini, həzm sistemini pozur. Bu xəstələr çox ağır vəziyyətdə olurlar. Mənim yanıma bir xəstə gəlmişdi, biz onu əməliyyat elədik. 3 dəfə əməliyyat olunur. 3 dəfə. Həddindən artıq gözəl bir qadın əməliyyatdan qabaqki şəklinə baxasan və bu əməliyyatlardan sonraki şəklinə bax, çox böyük bir fərq və çox uğursuz əməliyyatlar. Həddindən artıq böyük uğursuz. Hələ o insan necə sağ qalmışdır, mən bilməm, bizim klinikaya gətirdi və mən onu əməliyyat elədim. İndi rəngi də düzəlir, əhvalı da düzəlir. İndi əmək qabiliyyəti yavaş-yavaş bərpa olunacaq və bu patologiya çox ciddidir və buna barmaq arası yanaşmaq olmaz. Birinci növbədə yaşına, həyat şəraitinə, əmək qabiliyyətinə, xarakterinə uyğun bir əməliyyat seçmək lazımdır. Mənim yanımda da xarici ölkələrə 1-2 nəfər gedib cavan uşaqlar götürüblər bunu bağırsağını çıxarmaq qarnının divarına. O iş deyil ki, onu dərmanla da müalicə eləmək olardı və sonra bir də onu biz bərpa eləmişik. Bir də dərman müalicəsi vermişik. Sonra, yəni bunları biraz yanaşma tərzi başqa cür olmalıdır. Ciddi, məndə xəstə olubdur, keçən ay mən deməli öd kisəsində daş, yumurtalığında endometrioz kista və qeyri-spesifik xoral kolit. Mən onu öd kisəsində laparoskopik
sisti, laparoskopik götürəndən sonra müalicəyə yaxşı tabi olur. Onaca müalicəyə tabi olmurdu. Deməli, bu yanaşı xəstəliklər də onu allergik faktor kimi və Habil müəllim düz dedi. Deyir, özü-özünə düşmən kəsilir, öz zulalları. Bax, bu allergik faktor kimi öz kəsinin daşı və yumurtaların endometrioz kistası bu xoralı kolitə gətirib çıxara bilir. Ona görə də birinci övdə qarın boşluğu sanasiya olunmalıdır və ondan sonra müalicə effekt verir. Belə yanaşma tərzi böyük bir yanaşma tərzi olmalıdır, yəni diferensial yanaşma tərzi. Yoxsa mən bunu gördüm, burada kolit var, standart müalicə var, götürdüm, yazdım, get bunları qəbul elə, hormonal müalicə qəbul elə. Amma sən baxmırsan bu qarın boşluğu, sonra nələr var? Mən xəstə tanıyıram, ötkəsindən əməliyyat vermişəm, asması keçib. Asma da allergik xəstəlikdə. Allergik moment hardandır? Ötkəsində yığılan o iltihabi faktorlar. Belə şeylər var, belə nüanslar çoxdur. Danışdıqca danışarıq, ASTV-nin də bir o qədər vaxt imkanı yoxdur. Təbii ki, sonda mən istəyirdim bir tamaşaçımızın da sualını səsləndirim. Vidadi bəy Bərdədən. Həyat yoldaşı 45 yaşındadır, mədəsində ağrılar olur, ağızdan pis qoxu gəlir. Hətta ağrılar kürəyə də verir, qeyd edib. Müayinələr zamanı Helicobacter pylori aşkarlanmışdı. Amma dərman içən kimi müalicə etdikdə qaytarmalar olur, müalicə edə bilmir. Bu nə deməkdir ümumiyyətlə, nə məsləhət verərdiniz? Belə bir suala müraciət edib. Helicobacter pylorunun ağızdan iyi gəlməyi o qədər rolu yoxdur, amma əvvəllər deyərlər ki, fəlsəfədə bir fikir var, ideya birincidir, yoxsa materiya birincidir. Hər niyəcən də mübahisə gedir. Cərrahlarda belə mübahisə gedir ki, Helicobacter pylori birincidir, yoxsa qastrit birincidir. Müxtəlif fikirlər var. Bəziləri deyir ki, Helicobacter pylori qastrit əmələ gətirir, xor əmələ gətirir. Bəziləri deyir ki, yox, qastrit əmələ gəlir, xor əmələ gəlir, sonra Helicobacter pylori ora düşür. Artıq mübahisəli dualist fikirlər yaranıbdır. Biz onu qoyaq qırağa, o alimlərin öz mübahisəsidir. Amma biz öz fikrimizi deyək. Çox az informasiya verir də. Yəni, bu informasiya bizim üçün azdır. Ağzından qoxu gəlirsə, bu dişdən də ola bilər, qida borusunun divertikulundan söhbət getdi. Ondan da ola bilər, kardial sfinkterin çatma azlığından da ola bilər. Mədə sallanmasından da ola bilər, mədənin çıxacağında stenozdan da ola bilər. Yəni, faktorlar çoxdur. Habil müəllim deyəcək onu bizə, hansıdır? Bunun üçün biz müraciət edirik Vidadi bəyə və onun simasında bu bənzər şikayət olan hər bir insana ki, müraciət edin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahi Klinikasına. Nömrələr hal-hazırda görürsünüz ekranda və mütəxəssislərimiz də buradadır, studiyamızdadır, mütəxəssislərimizi sizə təqdim etdik və mövzularımız həddən artıq genişdir. Bizim sadəcə zamanımız çatmır bunları müzakirə etməyə və ümid edirik ki, bir sonraki proqramlarda biz bir daha mövzulara və buna bənzər mövzulara, xüsusilə də təbii ki, təkliflərinizi gözləyirik, şikayətlərinizlə bağlı, xəstəliklərlə bağlı eşitmək istədiyiniz mövzular da varsa, onları da burada müzakirə edə bilərik. Biz təşəkkür edirik sizə gəldiyiniz üçün, minnətdarlıq, uğurlar arzu edirik sizlərə, əziz tamaşaçılarımız, biz sizə davam edirik. Çox sağ olun. Bəzən sağlamlığımızı qorumaq üçün biz heç nə etmirik. Bəzən isə onu bərpa etmək üçün dünyaları verməyə hazırıq. Can sağlığı ən gözəl nemətdir deyənlər. Bu proqram məhz sizin üçündür. Gəlin birlikdə sağlamlığımız haqqında hər şeyi öyrənək. Və çalışaq, sağlam olaq. Həftə içi 5 gün 11:30-da Sağlam olaq. Azərbaycan televiziyasında. Və əziz tamaşaçılarımız, proqramımızın ikinci hissəsində biz sizlərə susuzlaşma haqqında məlumatlar verəcəyik. Yəni, orqanizm susuzlaşdıqda nə kimi problemlər ortaya çıxır. Amma ilk öncə təbii ki, yenə də ənənəvi olaraq bizim Sağlam olaq komandamız çox gözəl bir süjet hazırlayıb. Sizlər üçün buyurun onu izləyək. Hal-hazırda xüsusilə də qadınları ən çox düşündürən mövzulardan biri də sağlam arıqlamaq və bədən formasını qoruyub saxlamaqdır. Son zamanlar bir çox həkimlər və diyetoloqlar insanlara gün ərzində çoxlu su içməyi məsləhət görürlər. Gün ərzində 2-3 litr su içməyin maddələr mübadiləsinə, arıqlamağa, hətta cavan qalmağa kömək etdiyi bildirilir. İnsan orqanizminin 2/3 hissəsini, yəni 85%-ni su təşkil edir. Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az
əsas hissəsi hüceyrələr arasında olan boşluqlarda və damarlarda olur. Məhz suyun köməyi ilə orqanizmdə gedən bir çox həyati əhəmiyyətli proseslər baş tutur. Bu səbəbdən də su insan üçün həyat deməkdir. Hər gün insan orqanizmindən orta hesabla 2 litr, istiya günlərində isə bundan da artıq maye çıxır. Təkcə böyrəklər gün ərzində təxminən 1,3 litrə qədər maye ifraz edir. Bundan əlavə, dərimiz və ağciyərlərimiz vasitəsilə də ətraf mühitə buxar şəklində su ifraz olunur. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb olar. Bəs bədənin susuzlaşması hansı orqanların işinin pozulmasına səbəb olur? Suyu nə zaman içmək daha doğrudur? Maye kimi sudan başqa daha hansı içkiləri içmək olar? Bu sualların cavabını Sağlam Olaq verilişində eşidəcəksiniz. Bəzi tamaşaçılarımız artıq süjetdən də məlumatlar əldə etdiniz, yəni müəyyən qədər. Biz suyun faydaları haqqında da biz dəfələrlə sizlərə buradan məsləhətlər, məlumatlar veririk təbii ki. Biraz da mən əlavə edeyim, süjetdə də qeyd olunur ki, qanın 85%-ni təşkil eləyir. Digər orqanların, məsələn, qaraciyərin 65%-ni, əzələ kütləsinin 75%-ni təşkil edir. Hətta yağ toxumasının, pi toxumasının 25%-ni təşkil edir. Bütün bunları nəzərə aldıqda artıq susuzlaşma zamanı nələrin, nə kimi problemlərini ortaya çıxmağı aydın ola bilir təbii ki. Ona görə çalışmaq lazımdır ki, orqanizm özü suyu tələb edərkən deyil, orqanizm tələbi ilə deyil, sadəcə gün ərzində minimum ən azı 2 litr olmaqla su qəbul eləyəsiniz. Çünki orqanizm özü 3 gün ərzində özünü kompensasiya etmək qabiliyyətinə malikdir. Yəni suyu ilk öncə hüceyrə daxilindən alır, su olmadıqda, sonradan hüceyrə xaricindən və sonra isə digər orqanlardan alıb əsas həyati vacib orqanlara ötürür. Məsələn, həyati vacib orqanlar dedikdə 3 gündən sonra artıq başlayır orqanizm kompensasiya etməyə, bağırsaqlardan və dəridən alıb nisbətən ürəyin işini, ağciyərlərin və beynin işini kompensasiya eləyir özü. Amma sonradan isə artıq digər müəyyən problemlər meydana çıxır ki, biz o haqda sizlərə məlumatlar verəcəyik. Buyurun. Və təbii ki, qeyd etmək istəyirik ki, biz burada suyun bizim üçün susuzlaşma dedikdə, yəni orqanizmin dehidratasiyası, bunun belə deyək, elmi dildə adı belə səslənir, olduğu zaman hansı problemlərin qarşı-qarşıya qala bilər? Bunu bildiyimiz zaman suyun bizim üçün faydalarını daha aydın bir şəkildə görmüş olacaq. Birinci onu vurğulamaq istəyirəm ki, insan dünyaya gəldiyi zaman yeni doğulmuş deyək də bura, yeni doğulmuşun ümumi kütləsinin, bədən ağırlığının 75%-ni təxminən deyək, 75%-ni su təşkil edir. Və yaşa dolduqca ilbəil o suyun miqdarı azala gedir. Və deyək ki, kişilərdə, kişi cinsinə mənsub insanlarda ümumi götürdükdə bədən çəkisinin 60%-i sudan ibarətdir. Qadınlarda isə bədən çəkisinin 50%-i sudan ibarətdir. Bəs bunu gəlin o zaman həyatı vacib orqanlara bölək. Görək, bizim həyatımızda su olmadığı zaman ən birinci hansı problemlə qarşı-qarşıya dura bilərik? Birinci, ən yuxarıdan başlayaq da, ən ali orqanımız deyək. Bütün orqanlarımız alidir, amma ən ali orqanımız beynimizdir, baş beynin. Baş beynin tamamilə deyək ki, 95%-i sudan ibarətdir. Bəli, 95% sudan ibarətdir. Və baş beyni onurğa kanalı ilə keçirsə, onu əhatə edən bir maye var, adı likvor adlanır. O maye beyni tamamilə sərbəst şəkildə saxlayır və ətraf mühitdən qoruyucu sistemlərdən biri sayılır. Və əgər o maye olmazsa, o zaman beyin sərt kəllə sümüyü dediyimiz hissəyə toxunmuş deyə bilər və nəticədə bizdə problemlər meydana çıxa bilər. Beyindəki 95% məsələsi. Əgər bir insan susuzluyursa və su içirsə, deməli artıq gecdir. Bir insanın normal şəkildə su içməsi üçün susuz olmaması lazım, yəni susamaması lazımdır. Susamazdan öncə su içməsi lazımdır. Susuyursa deməli dehidratasiya baş verdi az miqdarda. Və belə insanlarda, xüsusilə pəhriz saxlayan insanlarda diqqət zəifliyi, cüzi yaddaş pozğunluğu və fiziki zehni yorğunluq, yuxulluq problemi meydana gələ bilir. Diqqət yetirsəniz, o pəhrizdən deyil, pəhriz saxladığınız üçün deyil, o suyu az qəbul etdiyiniz üçün yaranır. Və sidiyə çıxarkən sidinin rənginin şəffaf olmaması da o deməkdir. Yəni, rəngin biraz daha tünd sarımtıl rəngə doğru çalması, getməsi müəyyən təbii ki, aralıqlarla bunu göstərə bilər. Ağciyərlərimizə gəldikdə, ağciyərlərimizin
90% tənəffüs sağlıqsa sudan ibarətdir. Ürək-damar sistemini ümumiyyətlə göstərək ki, bütün damarların içindən axan qandırsa əgər, qan bütün orqan və toxumalarımıza əgər qidalı mühiti və oksigeni daşıyırsa, necə daşıyır? Qanın özü maye şəklindədir axı, bilirsiniz bunu. Yəni, qan elementlərindən başqa olan hissəsinə plazma deyilir. Plazma isə mayedir, sudur. Yəni, su vasitəsilə, maye vasitəsilə daşıyır. Əgər bu az olarsa, o zaman qan hüceyrələri bir-birinə yapışırlar və nəticə etibarilə gələcəkdə trombun yaranmaq ehtimalını gətirib çıxardır və hər hansı damarları tıxayır. Və məhz elə bu da ölümlə və ya həyatı şikəst etməklə, həyat qabiliyyətini, həyat keyfiyyətini itirməklə gətirib nəticələndir. Və üçüncü bir məsələ nədir? Əziz xanımlar, niyə yaşa dolduqca dərimiz qırışır? Xüsusilə xanımlarda. Kişilərdə də o cümlədə sadəcə 10% fərq var dediyimiz kimi arasında. Kişilərdə 10% daha az olur. Niyə? Yaşa dolduqca dərimiz qırışır. Çünki dedik ki, yaşa dolduqca orqanizmdəki mayenin miqdarı azalmış olur. Mayenin miqdarı azaldığı üçün də mütləq dəridəki qırışların yaranması, çünki dəri hüceyrələrimizin içindəki bütün metabolizmin yaranması üçün mayeyə ehtiyac var. O maye hüceyrənin tərkibinin əsas hissəsidir və o mayenin miqdarı uşaqlarda baxın, yaşlı insanda dəriyə diqqət yetirin, fərqi hiss edəcəksiniz. Dərinin elastikliyi, dərinin keyfiyyəti, qırışların olunması üçün orada maye miqdarının kifayət qədər olması lazımdır. O da çox ciddi faizdən söhbət gedir təbii ki burada. Bunun üçün mayenin qəbul olunmasından söhbət gedir. İndi gəlin görək mayeni necə qəbul etməliyik biz axı. Söhbət mayədən gedir, söhbət sudan gedir. Bəzən gəlib deyirlər ki, həkim biz normalda çayda içirik, suda içirik, suyu az içirik amma daha çox çay içirik və ya qəhvə içirik, daha meyvə şirələri içirik. Görün, bu məsələ həqiqətən də belədirmi? Bunun reallığı varmı? Doğrudurmu? Doğru deyilmi? Bu məsələni gəlin bizimlə bir yerdə burada üstünü açaq, dəqiq şəkildə bizə aydın olmuş olsun. Bəli, və çox zamanda qeyd edirlər ki, məhz çay içdikdə susuzluq daha tez yatır. Görək bu nə dərəcədə doğrudur və mən ona görə istəyirəm ilk əvvəl bir tamaşaçımızı dəvət edeyim. Bir nəfər gəlsin tamaşaçımız. İstəkli və könüllü bir tamaşaçı. Buyurun, kim gələcək? Gəlin, siz gəlin. Gəlin. Buyurun. Bizim istəkli tamaşaçımız kimdir? Yaxınlaşsın bizə. Ay maşallah, bu cavan oğlan, ən istəkli bu cavan oğlanmış. Gəl bura, gəl. Gəl burada dur, bax bizim aramızda dur. Nədir adın? Həsən. Həsən, necəsən? Yaxşıyam. Yaxşısan, biraz önə dur. Həsən, evinizdə su daha çox içirlər, yoxsa çayı çox içirlər? Suyu. Çaydan çox içirlər, çay az içirlər. Bəs meyvə suyu, neçə yaşın var? Mənim 13. 13 yaşındakı bir insan daha çox meyvə suyu, sokları sevir, yoxsa suyu sevir? Suyu. Suyu sevir. Əs inanmağım gəlmir buna. Əs inanmağım gəlmir, çünki meyvə suları olsun. Bax, indi burada bu meyvə suyudur. Bu sudur. Bu çaydır. Bu süddür. Bu qəhvədir. Bax, bir daha sayırım. Su, meyvə suyu, çay, süd, qəhvə. Məktəbdən gəlmirsən, tərləmirsən, susamısan, hansını içərsən? Suyu. Su içərsən. Niyə? Su adamın susuzluğunu yatırdır. Yatırır. Çay içəndə yatırmır. Yox, çay gəlir çox çəkər. Və çayla suyun nə fərqi var? Çayla suyu, çay rəngli olur, su açıq olur. Aferin. Bravo. Bravo. Gəl sənə bir əl çalaq. Alqışlayaq. Həsən, təşəkkür edirik sənə. Getmə, gəl burada dur. Biz səninlə bir yerdə bunu izahını etmiş olaq. Həsən çox gözəl dedi ki, çayı çox içmək lazımdır. Doğrudan da nəyə görə? Çünki çayın tərkibində tanin var ki, bu sidik qovucu xassəsi var. Doğrudan da su kimi qəbul etdikdə təbii ki, susuzluğu bərpa eləyir. Amma əksinə çay içdikdə isə nə qədər içsək də təbii ki, sidik qovucu effekt olduğundan susuzluğu yatırmayacaqdır. Hətta ona görə ultrasəs müayinəsinə getdikdə də həkimlər hər zaman tövsiyə eləyir ki, sidik hissəsinin tez dolması üçün məhz çay içmək lazımdır. Ona görə sənə aferin. Sizcə, əziz tamaşaçılarımız, yerdə əyləşən xanımlar, qeyri-adi bir məsələdən söhbət getmir, sudan, çaydan söhbət gedir. Sizcə, mayeni qəbul edin deyirik, gün ərzində bir insan 2 litr yarım maye qəbul etməlidir. O maye çay şəklində mi olsun, su şəklində mi olsun? Varmı fikriniz? Ola bilər. Mən indi yaxınlaşacağım bu xanıma.
və siz gəlmirsinizsə, Məhəmməd dağa gəlmirsə, dağ Məhəmmədə gəlir. Mən əyləşəcəm sizin yanınızda. Özünüzü təqdim edin. Mustafayeva Səbinə, 24 saylı yaradıcılıq mərkəzində dərnək rəhbəri çalışır. Gözəl. Səbinə xanım, sizcə su, çay, süd, qəhvə hansı? Ən birinci çay Aha. mənim üçün. Daha sonra su. Niyə birinci çay? Nə bilim, mən onu seçmişəm əvvəl günündən. Elə birinci mənim üçün çay əsas rol oynayır. Və təbii ki, mən yaxınlaşacağam ora. Təşəkkür edirik sizə. Vurğulamaq istəyirik ki, birinci söhbət ondan gedir ki, su birinci açıqlaması buna görə sudan söhbət gedir. Digərləri, məsələn, mən masanın arxasında göstərim, meyvə suyu, süd, bunlar təbii ki, qida çeşidləridir, su deyil. Onu biləsiniz və sidik boğucu təsirləri olduğuna görə suyun içilməsində fayda var. Bəzi tamaşaçılarımız bugün yenə də əminə ki, faydalı məsləhətlər aldınız bizdən. Sabah isə yenə də çox maraqlı proqramımızın birinci mövzusu üz çənə cərrahiyyəsi haqqında olacaqdır. İkinci hissədə yenə də sürpriz olsun, çox maraqlı mövzular olacaq. Bəli, incə bir saflıq varsa da suda artıq içiləndə dərd verir, o da dahi bizim şairimiz Nizami Gəncəvidən gəldi. Başqa bir sözə ehtiyac yoxdur. Görüşənədək. Hələlik. Çin nağılı. Keçmiş zamanlarda əsəbi bir imperatorun hökm etdiyi ölkədə Mal Yang adlı bir yetim oğlan yaşayırdı. O, dahi rəssam olmaq arzusunda idi. Bugün nə çəkirsən? Nə gözəldi Mal Yang. Sən hamını aldada bilən bir rəssamsan. Bircə fırçası belə olmayan rəssamım. Deyəsən bugün ovumuz çox pisdir. Hər halda əli boş qayıtmayacağıq. Lazım deyil. Yox, cənab. Yadda saxlayın şagirdlər. Fırçalarınızı möhkəm tutun. Bax onda tez və yaxşı çəkəcəksiniz. Görürsünüz? Bax, belə. Nə istəyirsən? İstərdim sizdən borca fırça götürüm, cənab. Mənə de görüm, fırça sənin nəyinə lazımdır? Şəkil çəkmək üçün. Yalnız imkanlı olanlar şəkil çəkməyi öyrənirlər. Çıx get buradan.